Bismillahirrahmanirrahim. Qardaşlar, sizə yeni bir gözəllik göstərmək istəyirəm. Elhamdülillahi Rabbil alemin. Sallallahu Muhammed və ali Muhammed. Bu nə gözəllikdir? Deməli, 681 ilə əlaqədardır və ərəb əlifbası ilə əlaqədardır. Deməli, ərəb hərflərin, qardaşlar, biz yazsaq, əlif, bə, cim, dəl, hə, vav, zə, ha, ta. Niyə belə yazdım? Əbcəd sistemi ilə yazdım. Yəni, əbcəd dəyəri əlif 1 idi, bə 2 idi, cim 3 idi, dəl 4 idi, hə 5 idi, vav 6 idi, zə 7 idi, ha 8 idi, ta 9 idi. 9 dənə təhlik. Amma necə yazdım? Adların yazdım və sonra indi 9 dənə də ərəbdə 9 dənə də onluq var əbcəd dəyər sistemində. Yə 10-dur, kəf 20-dir, ləm 30-dur, mim 40-dır, nun 50-dir, sin 60-dır, ayn 70-dir, fə 80-dir, sad 90-dır. 9 dənə də əbcəd rəqəm sistemində ərəbin 28 hərfinin 9-u da onluqdur. Yerdə qaldı 9-u. Qaf hərfi 100-dür, ra 200, şin 300, tə 400, sə 500, xa 600, zəl 700, dad 800, la 900, bir dənə də minliyi var. Qayn hərfi də mindir. 9 dənə yüzlük, bir dənə də minlik. Yəni 28 hərfin 9-un təhliq eləyib, 9-un onluq eləyib, 9-un yüzlük və birində minlik. Amma hərfin adını yazanda, amma hərfə necə baxanda fikir verin. Hərfin adını yazdım, əlif 1-dir. Ləm ərəb əlifbasında 23-cü hərfdir, fə 20-ci hərfdir. Neçə eləməli idi? Belə baxanda 44 eləməli idi. 1, ləm 23, elədim 24. Bu da 20, 44 eləməli idi. Amma mən 44 deyə oxumuram bunu. Niyə oxumuram? Çünki müasir əlifba ilə oxumuram. Həzrəti Əli əleyhissalamın təyin elədiyi əlifba ilə yox. Peyğəmbərimizin vaxtına qədərki əlifba ilə oxusaq 30 eləyir. Əbcədlə də oxusaq əlif 1-dir, ləm 30-dur, fə 80-dir, elə də 111. Ya 44-dür, ya 111-dir, amma mən deyirəm 30-dur. Niyə 30 deyirəm buna? Çünki ərəb əlifbasında Peyğəmbərimizin vaxtına ki, qədərki ərəb əlifbasında əlif 1 idi. Ləm neçənci hərf idi? Gəlin baxaq görək, ləm neçənci hərf imiş. Fikir verin. Ləm hərfi 12-ci hərf imiş Peyğəmbərin vaxtında. Fə hərfi neçənci hərf imiş? Əbcəddə 80-dir. Müasir əlifbamızda 20-dir. Əli əleyhissalamın təyin elədiyi əlifbada. Amma Peyğəmbərin vaxtında fə neçənci hərf imiş? Gəlin baxaq görək neçənci hərf imiş? 20-dir yoxsa 80? Baxaq görək 17-dir. Yəni bax bu artıq nəyi göstərir? Peyğəmbərin dövründəki ərəb əlifbasının rəqəmsal dəyəri. Bu cür baxanda, bunları bir-bir adların yazıb baxanda, məsələn, bunların hamısını artıq özünüz ta sizi yormayım, özünüz maraqlanan bir-bir baxa bilər. Eləyir 681. Hə, deyərsiniz, nə olsun 681? Sən demə, ərəb əlifbasının rəqəmsal dəyəri, hərfləri yazanda, adların yazanda 681-miş. Hə, nə olsun? İndi fikir verin. Bismillahirrahmanirrahimdir bu. Bismillahirrahmanirrahim. Rəqəmsal dəyər 681-dir. Fikir verin mövzuya. Niyə? Bə hərfi hərifi cərdir. Bə hərfi oxunmur. Burada 4 dənə isim, kəlmə var. İsim, Allah, Ər-Rahman, Ər-Rahim. 4 kəlmə var. Bə hərfini çıxıram. Çünki hərifi cərdir. Lalə ilə şəkilçisidir. Şəkilçidir. Müstəqil bir şey deyil. Sin hərfi 60-dır, mim hərfi 40. Əbcəd rəqəm sistemində. Ləm hərfi 30-dur, hə 5-dir. Niyə bu biri ləm oxumadım? Niyə əlif oxumadım? Oxunmur.
Oxumur, oxumadım. Əliflə ləm oxumuram, rəhməndə ranı oxuyuram. Ra 200-dür, ha 8-dir, mim 40-dır, nun 50-dir. Elədi 298. Ər-Rahim kəlməsində əlif oxumuram, ləm hərfini oxumuram, bircə ranı oxuyuram. Ra 200-dür, ha 8-dir, mim 40-dır. Elədi 248. Yəni oxudummu? Yəni oxumadım. Niyə? Çünki oxunmur. 248. 248 topla 298 topla 500 topla 5 topla 30 topla 40 topla 60. Neçədə 681. Deməli, həmən bu Bismillahirrahmanirrahimdə ilə əslində belə baxanda gözü, qaşı, burnu, dodağı, saqqalı, qolu, əli, ürəyi, mədəsi, bağırsaqları, baldırları tam bir insana oxşuyur. Fikir verin, tam bir insan. Və rəqəmsal dəyəri də elədi 681. Və 681 nə idi? Ərəb əlifbasının köhnə rəqəmsal sistemindən hesablayanda o da 681 idi.